Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaidi barəsində idi. Biz ötən bəslərdə ümumi olaraq Allahşünaslıq, Peyğəmbərşünaslıq və eyni zamanda İmamşünaslıq ətrafında siz əzizlərlə müzakirə etdik və növbəti müzakirə edəcəyimiz məsələ məad məsələsidir. Ümumilikdə məad İslamın əsas etiqadi prinsiplərindən biridir. Biz Quran-ı Kərimə diqqət etdikdə görürük ki, Peyğəmbərlər necə insanları tək Allahlığa, təvhidə dəvət edib, eyni zamanda məad və qiyamətə də dəvət edib. Buna görə belə nəticəyə gələ bilərik ki, necə təvhid, tək Allahlığa etiqad önəmlidir, məada, ölümdən sonraki həyata etiqad etmək, iman gətirmək də İslamın, Quranın əsas prinsiplərindən hesab olunur. Buna görə İslam əqaidində məad dinin əsas prinsiplərindən biridir. Yəni, hər kim qiyamətə, məada inanmarsa, iman gətirmərsə, etiqad etmərsə, bu müsəlmançılıqdan çıxmış hesab olunur. Bəs ümumi olaraq məad nəyi ifadə edir? Bu barədə biraz sonra sizlərlə danışacağıq. Amma İslam ilahiyyatında məad barəsində ölümdən sonraki məsələləri, qiyamət barəsində olan mövzuları hansı formada müzakirə edilir? Ümumən İslam ilahiyyatında məad haqqında olan müzakirələr hansılardır? Qısa olaraq mən bunları istərdim ki, sizin nəzərinə çatdırım. İlk olaraq İslam ilahiyyatında, yəni kəlam kitablarında müzakirə mövzusu budur ki, məadın zəruriliyi, yəni niyə məad olmalıdır? Niyə insan öldükdən sonra yenidən dirilməlidir? İkinci məsələ məadın mümkünlüyüdür. Yəni ümumən dirilmə mümkündürmü? İnsan öldükdən sonra dirilə bilərmi? Və yaxud qiyamətdən sonra insan harada olacaq? Qiyamət necə baş verəcək? Bu kimi məsələlər. Digər məsələ isə məad cismanidir yoxsa ruhanidir? Yəni insan ki, biz deyirik diriləcək, onun bu cismi diriləcək yoxsa ruhu diriləcək? Eyni zamanda həşr və nəşr necə baş verəcək? Yəni dirilmə necə baş verəcək? İnsanlar, məsələn, neçə min illərdir insan fərz edək ki, qəbirdə dəfn olunub, onun sümükləri aradan gedib, bəzən yanıb, bəzən hər hansı bir okeanda itib batıb. Bu insanın dirilməsi hansı formada baş verəcək? Hesab və mizan nədir? İnsanın əməlləri qiyamət günü çəkiləcək, bunun mənası nədir? Əməllər kitabı, insanın yaxşı əməlləri sağ tərəfinə, pis əməlləri sol tərəfinə veriləcək. İnsanlar sirat körpüsündən keçəcək. Bunların hamısının mənası nədir? Eyni zamanda qiyamətdə şəfaət olacaqmı? Şəfaət olacaqsa şəfaət edənlər kimdir? Şəfaəti kimlərə şamil olacaq? Eyni zamanda cənnət və cəhənnəm hal-hazırda vardır. Ora necə yerdir? Onların fərqi nədir? Cəhənnəm niyə görə əbədi olacaq? Və məadla bağlı digər məsələlər əsasən İslam ilahiyyatında məad altında və yaxud axirətə qayıdış və yaxud ölümdən sonra bu ad altında müzakirə olunur. Mən istərdim ki, qısa olaraq məad anlayışına toxunum. Məad sözü bildiyiniz kimi ərəb dilindədir və əvadə sözündən götürülüb, mənası qayıdışdır. Bu məadı biz 3 formada başa düşə bilərik. Məad, məsələn, ilk olaraq əvvəlki vəziyyətə qayıdış və yaxud qayıdışın baş verdiyi zaman və yaxud qayıdış baş verdiyi məkan. Yəni, məad ya əvvəlki vəziyyətə qayıdış, ya hər hansı bir məkana qayıdış və yaxud hər hansı bir zamanda qayıdış. Buna görə də ümumi olaraq İslam ilahiyyatında məadı ümumi olaraq belə tərif ediblər ki, insanın ölümündən sonra yenidən dirilməsi, ruhunun bədənə qayıtması və qiyamət günü əməllərinin hesab olunmasına
məad deyilir. Və yaxud daha qısa tərif budur ki, məad insanın ölümündən sonra başqa bir aləmdə davam edən həyat mərhələlərindən ümumi adıdır. Yəni məad insanın öldükdən sonra başladığı həyatın adıdır. Qur'an-ı Kərimdə məad bu mənada keçmir, lüğəvi mənada keçir, yəni qayıdış yer. Amma bu məsələni bildirən müxtəlif adlar var. O adların ən məşhuru qiyamətdir. Qiyamət məadın adıdır. Bu mənada İslam ilahiyyatında qiyamət iki formadadır. Bir ümumi qiyamət var, yəni dünyanın sonunda hər bir canlı ölümü dadacaq, Allahın huzurunda hazır olacaq. Bir də xüsusi qiyamət var. O qiyamət də budur ki, hər bir insan öldükdə onun üçün artıq qiyamət başlayır. Yəni onun üçün artıq hesab, kitab başlayır. Hər bir halda qiyamət və yaxud məadı ifadə edən Qur'an-ı Kərimdə müxtəlif adlar var. Məsələn, yevmül axir, son gün və yaxud əl-axirət, axirət və yaxud yevmül cəm, toplanma günü, yevmül qiyamə, yevmüddin, yevmül həsrət, yevmül fəsl. Bunlar hamısı qiyamət və yaxud məadın adıdır. Təbii olaraq bunun da hamısı onu göstərir ki, Allah Teala bu adlarla qiyamət səhnəsinin reallığını, həqiqətini istəyir bizim gözümüzdə canlandırsın. Yəni bunların hamısı qiyaməti ifadə edir, amma cəhətləri, xüsusiyyətləri fərqlidir. Burada digər məsələ bundan ibarətdir ki, biz dedik ki, məad insanın ölümündən sonra yenidən dirilməsi və yaxud ruhunun bədənə qayıtması və yaxud qiyamət günü əməllərin hesab olunması. Bütün bunların üzərində biz diqqət etsək, müxtəlif suallar çıxır. Ümumi sualların nəticəsi bundan ibarətdir ki, biz məad barəsində istəyiriksə tam olaraq bir mərifətə, bir elmə sahib olaq, iki məsələ ətrafında biz tam olaraq müzakirə etməliyik. Onlardan biri ruhdur, ikincisi isə ölümdür. Əgər biz ruh və ölüm məsələsini İslam məarifi çərçivəsində, Quran məarifi çərçivəsində doğru düzgün müzakirə edə bilsək, bir sıra şübhələr və yaxud bir sıra suallar artıq öz cavabını tapmış olar. Niyə görə? Çünki o şəxslər ki, məadı inkar edir, yəni ölümdən sonraki həyatı inkar edir, onların əsasən gətirdikləri və yaxud ifadə etdikləri sual və şübhələr bundan ibarətdir ki, insan öldükdən sonra necə dirilə bilər? Diqqət edin, bunlar hər hansı bir dəlil gətirmir ki, bu dəlilə əsasən məad olmayacaq. Məadın baş verə biləcəyini imkansız bilirlər və yaxud onu tam olaraq həll edə bilmirlər. Əgər biraz buna diqqət etsək, görürük ki, əsl etiraz yenə məadın özündə deyil. Əsl etiraz budur ki, bu insanı ölmüş görür, ondan artıq həyat alınıb və bu öz düşüncəsinə əsasən, zənninə əsasən bu bir halda ki, həyatını itirib, yenidən necə həyata qayıdacaq? Yenə də bu sualı, şübhəsi insanın ölümünün necəliyinə və yaxud insanın ruhu barəsindədir. Buna görə biz növbəti müzakirəmizdə inşallah ölüm və ruh barəsində siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkət.